Əgər siz də daima övladınızdan narazı qalırsınızsa və onu mükəmməl bir övlad kimi yetişdirməyə çalışırsınızsa, bu video sizin üçün. Lakin burada nə qədər pozitiv niyyət kimi görünsə də, əslində burada gözdən qaçırdığımız məsələlər var. Bu məsələlər hansılardır? Məsələn, övladınızın daima 5 qiyməti almağını istəyirsiniz, qiymətləri ilə bağlı narazısınız və yaxud da onun davranışları ilə bağlı narahatçılıqlarınız ki, onda daha çox mükəmməlliyətçilik hissini oyadacaqdır. Yetərsizlik hissini yaranmasına səbəb olacaq. Nəticəsində uşaqda özgüvənsizlik başlayır və mükəmməl olmağa çalışdıqca özünü daha da çox sübut eləməyə çalışır. Belə olduğu halda özünü yaxşı ifadə etməyi bacarmır. Bunun üçün nə etmək lazımdır? Övladınıza sərhədlərini müəyyən edərək azadlıq verməyiniz daha yaxşı olardı. 5-dən fərqli qiymət alırlarsa və yaxud da sizin gözləntilərinizdən aşağı bal toplayıblarsa, bu zaman onların üzərinə təzyiqlə getməyinizi deyil də və yaxud onları təşvişli bir şəkildə həvəsləndirməyə çalışmağa deyil də, onları anlamağa çalışaraq daha yaxşı əlimizdən necə gəlir, necə potensialımızı ortaya qoya bilərik deyə düşündürməyinizi istəyərdim. Bu, onlar üçün daha sağlam yoldur.